Mən bu yaxınlarda xəstələnmişdim. Qızdırmam var idi. Sizə bəlli eləmədim, amma ciddi bir qızdırma problemim olmuşdu. Və mən həmin ərəfələrdə məsləhətləşəcək adam tapa bilmirdim. Həqiqətən mənim köməklik eləyə bilən biri çıxmır. Mən xəstəxanalara da getdim. Mənə həqiqətən köməklik eləyə bilən biri olmadı. Yəni adamın belə deyim də bir problemi olanda yığıb güvəndiyi, məsləhət almağı güvəndiyi. Mən istəmirəm mən həkim tapım, gedim o həkimin yanına, o həkimdən yığım dərman soruşum, sonra 10 dənə yerdən də əlavə soruşum ki, dəqiq bu həkim düz dərman yazdı mənə. Yəni Gülnarə doktor həqiqətən tam güvəndiyim, onun bir dənə sözü mənim üçün qanunda belə deyim, rahatlıqla güvənə biləcəm ona. Bir də o deyəndən sonra gedim araşdırım, söhbəti olmayacaq. Çünki gedib orada gördüm ki, həqiqətən çox savadlı həkimdir. Gördüm səhifəmdə ana olmağa hazırlaşan qadınlar çoxdur.